Esselamu Aleyküm ve Rahmetullah Barakatuhu değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Değerli izleyiciler, ben Bakıda değildim. Təxminən 10 gün Bakıda olmadım, rayondaydım. Elhamdülillah Bakıya gələndə toyuqlarıma baxdım, gördüm ki, toyuqlarımda bəzi dəyişikliyi var. Daha doğrusu iki toyuğumda. Biri biraz ağır nəfəs alır, amma o birisi də biraz özünü yığıb. İnşallah güman edirəm bunlar soyuğa düşüb. İndi diqqətlə indi baxsanız, burada bir toyuq var. Fikir verin. Nəfəs alanda ağzını açır bağlayır. Bu bir neçə əlamət var ki, bu toyuqlarda ola bilər. Bir əlamət odur ki, inşallah yerləri tozlu olanda, qapalı şekil saxlayanda olan cigərləri, yəni problem yaranır. Bronxit ola bilər, cigərə parazitlər düşəndə də ola bilər və beçələr ola bilər əssin. İnşallah bronxit deyil, çünki mənim toyuqlarımda bir neçə mindən bronxit olub. Bronxin əlaməti başlayır, biraz xırıldama ses olur və boğazın içindən və bayra üzrdən bəlğam gəlir. İnşallah mən güman edirəm bu toyuqlar yağışda bayırda olub və heyvan soyuqlayıb, qaraciyərin, ağciyərin soyuqlayıb və yaxud da beçələr də əzə bilər. İnşallah Baytar aptekindən dərman alım, toyuqlarımıza verək. Çünki mən sizə söz vermişdim ki, hansı bir problem yaransa mənim təsərrüfatımda inşallah video çəkib sinə bölüşüm ki, siz də öz təsərrüfatında Allah qorusun belə bir şey baş verəndə biləsiniz ki, nə etməyi lazım. Ən azından inşallah gedək aptekə, Baytara və bunlara dərman alaq. Allahın köməyi ilə inşallah qabağını alaq. Çünki əgər bu xəstəlik infeksiyon olsa, başqa toyuqlara da keçə bilər. Oldu dəyərli izləyicilər. Video davamlı olacaq. Allahın izni ilə Allah'a emanet olun.